İlk önce herkese salamlayıram, hoş gördük. Mənim üçün çox xoşdur burada olmaq, sizin önünüzdə. Mən sizin çoxunuz kimi burada Bakı Dövlət Universitetini 12 il öncə bitirmişəm. Ondan sonra İngiltərədə Walesdə Cardiff Universitetini PhD eləmişəm. Və elə sonra həyat gətirib ki, orada İngiltərədə qalıb fəaliyyət göstərmişəm. Və bu fəaliyyət ərzində son 12 ildə səhiyyədən tutmuş, təhsilə qədər, telekomdan e-commerce-ə qədər, finans və banking sektorlarında çox geniş işlər görmüşük. Son illər Barclays Capital, LDFM, Royal Bank of Scotland və BNP Paribas kimi dünyanın nəhəng finans şirkətlərində software və arxitektur həlləri üzərində işləymişəm. Və onu deyim ki, milyardlarla dollar transaksiya edən böyük həllər olub bunlar. Və indi hal-hazırda Optimax Software şirkətinin Londonda yerləşir. Onun rəhbəriyəm. Və bu vaxta qədər də bizim presentation hazır oldu. Mən ilk öncə müasir proqram təminatı yazılımı üzrə, proses üzrə danışmaq istərdim. Amma sonra gördüm ki, hər halda indiki zamanənin trendləri haqqında danışmaq daha maraqlı olar sizin üçün. Çünki hamımız burada gənc, gördüyüm qədər proqramçılar, olmaq tələbələr və gələcəyə özünə yol axtarmaq istəyən şəxslərsiniz. Və hər halda bizim gördüklərimiz bəlkə sizə maraqlı ola bilər. Gəlin başlayaq. Bəlkə Science Software olur. Son trendlər bizi nə gözləyir? Gəlin bunları danışaq. Gəlin biraz da sizi tanıyayım. Sizin adınızı tələbə olanlar ən qaldıra bilərmi? Maşallah. Hal-hazırda işləyənlər, yəni həm tələbə, həm də işləyənlər maşallah çox. Və o zaman mən elə qənaətə gələm ki, çoxunuz bu sahədə karyera qurmaq istəyərsiniz. Biz 15 il öncə, mən məsələn sizin yerinizdə olandı, mən fikirləşirdim ki, hansısa böyük şirkətdə bizim hər kəsin bir karyera üzrə bir fikrimiz var idi. Böyük şirkətlər özümüzə yer tapaq, telekomsa olsun, yaxşı neft şirkətlər, hər halda indi də elədir vəziyyət burada. Və elə bir özümüzə karyera quraq. Amma sonra inkişaf etdikcə görürük ki, yox. Və hətta indi çox gözəl zamanədir. Mən buna biraz sonra dönəcəm ki, sizin olduğunuz zamanədə siz bir şirkətə bağlı olmadan özünüz Azərbaycanda gələcəyin Google və Facebook kimi nəhəng şirkətləri qura bilərsiniz. Hər şey sizin əlinizdə. Gəlin trendlərə baxaq yavaş-yavaş. Siz nə gözləyək? İndi internetin və onlayn medianın çox sürətlə inkişaf elədiyi zaman bu dəyişikliklərdən biri də bizim həyatımızı dəyişdirəcək, həyat tərzimizi, gündəlik həyat tərzimizi dəyişdirəcək dəyişikliklərdən biri TV on demanddir. Və biz indiyə qədər hər halda hamımızın televiziya, yəni günümüzün bir neçə saatdan televiziya sərf edirik. Və indiki proses necədir? Biz televiziyaya, o proqrama, ya açırıq televizoru, nə var orada ona baxırıq, ya da ki, hansısa proqrama baxmaq istəyiriksə, o proqramın vaxtında seyr edirik. Amma bu dəyişəcək. Hal-hazırda məsələn,
xaricdə bu reallıqdır ki, insanlar istədiyi proqrama onlara uyğun olan vaxta baxırlar. BBC, CNN, böyle nəinki televizyon şirkətlərinin bir aylıq kontenti. Mikrofona yaxın danışsın, yaxşı olar, siz sən. İndi mən işləsin? Sağ olasın. BBC, CNN kimi böyük şirkətlərin bir aylıq proqramları televiziya vasitəsilə seyredə bilir. İndi hal-hazırda internetə bağlı olan televizorlar istehsal olunur. Yəni siz birbaşa istədiyiniz proqrama istədiyiniz vaxtda seyredə bilərsiniz. Və ondan əlavə interneti televiziya vasitəsilə gəzə bilirsiniz. YouTube-dur və başqa media kontenti televiziya vasitəsilə sizin qonaq otağınızdan seyredə bilirsiniz. Bu özü məsələn siz görünce yaşadıqca bunu görəcəksiniz ki, sizin düşünmə tərzinizə, sizin informasiya axtarışınıza, sizin dünya görüşünüzə çox böyük təsir edəcək. Siz istədiyiniz məlumatı istədiyiniz vaxtda ala biləcəksiniz. Və televizorlarda sadəcə bir tərəfli olmaqdan da iki tərəfli kommunikasiya mərkəzinə keçəcək. Bu nə deməkdir? Siz indiyə qədər həm informasiya alırdınız internetdə, televizorda. Və bu indi iki tərəfli olacaq. Siz hansısa proqramı xoşlamadığınızı, hansısa verilişə, məsələn, telefonla zəng etmirlər qabaqlar, indi elə televizorun önündən oradan komment göndərə biləcəksiniz. Çox verilişlər görürsünüz, məsələn, əgər CNN-ə baxırsınızsa, Twitter'ına ora kommentlər gəlir. Android məsələn deyirik. Android hal-hazırda televizorlar üçün də box buraxır və bunlar da çox geniş yer alacaq. Bu bir mobil internet. Hələ bu da hepsindən Android, iPhone. Burada biraz mən hiss edirəm ki, biz bu səhədə geri qaldıq. Çox dəyişiklik. Və bu dəyişikliyin ilk mərhələsində eləyirik. Düzdür, biz məsələn son 10 ildə bağlıyıq. Bizi harada olursa olsun telefon vasitəsilə tapa bilirlər. Amma biz hər zaman bağlı deyilik. Yəni, bizi istədiyimizə tapa bilirlər. İnternet isə mobil internetdə, mobil cihazlarda geniş yayıldığınız, siz hər zaman onlayn olacaqsınız. Və bu nə deməkdir? Siz olduğunuz yerdə sizə uyğun məlumat ala biləcəksiniz. Biz xaricdə bunu daha yaxından seyr edirik. Doğrudan da, yəni bizim bir məhsul axtarmamız, bir produkt axtarmamız, bir servis axtarma prosesimiz belə dəyişir. Biz taksini internetlə, qatar biletlərini telefonla, yaxınlıqdakı restoranlarda olan menyonu telefonla, hər şey mobil cihazlarla. Və onu da deyim ki, mən ona fikir verim. Son illər mən daha çox internetə, kompüterə önümdə ola-ola telefon vasitəsilə gedirəm. Məktublarımı kompüterdən yox, telefondan mən oxumaq daha rahatdır. Kimsə mənə nəsə məlumat vermək istəyirsə, o həmin an mənim önümdə olur. Özü böyük dəyişiklikdir. Və Android developer olaraq siz buna qarşılayıcı bir tədbir edə bilərsiniz. Bu trendi nəzərə alır, ona uyğun həllər ortaya qoya bilərsiniz. Və meydan sözündür.
Getdikcə siz görəcəksiniz ki, həyatınız, iş yeriniz cloud olacaq. Bu özündə çox böyük dəyişiklikdir. Təzə iş sahələri açılacaq. Çox insan işini elə cloud-dan edəcək. Evdən biraz çıxmaya var. Çox adam var ki, evdən biraz çıxmaya xaricdə. İşini evdən görür, bazarlığını evdən edir. Evdən insanlarla əlaqələr sıxılır. Bir tərəfdən biz evdən açılır, amma bir tərəfdən biz insanlara daha yaxından bağlı oluruq. Çox insanlar. Məsafə azlaşır. Cloud-u birinci dediyim mobil cihazlara bağlı. Sizin informasiya öncədən haradaydı? Mən 20 il əvvəl 100 kilobayt informasiya var. 10 il əvvəl 1 megabayt. İndi 10 terabayt. Bu informasiya cloud-dur. Yəni, harada olursa olun, o informasiya yanındadır. Siz özünüzlə kompüterlər görmüşsünüz, siz özünüzlə cihaz görmüşsünüz, düzdür, Azərbaycanda internet problemləri var. Amma bunun əslində bir avantaj boyutu da var sizin üçün. Niyə? Çünki yerinə oturmuş həllərin çoxusu hələ bura gəlib çıxmıyor. Siz xaricdə hal-hazırda aktual olan həlləri burada tətbiq edə bilərsiniz. Və siz elə bilin ki, gələcəyə bir ayranızı internetdə qlobal trendləri müşahidə edib, onları burada tətbiq edə bilərsiniz. Çox məmnundur. Yəni, nə məsələn sorursanız, ən az 10 dənə məsələn ideya oxuya bilərəm. Bu Azərbaycanda bunu bu an yerinə yetirib, 6 ay içərisində onu populyar, yaxşı yetirilmək şərtilə, populyar olmağına çox əməlliklə demək olur. Beləliklə biz 21-ci əsr IT dünyası olaraq IT dünyasında yaşayırıq. Hər bir şirkət software şirkətidir. Siz görəcəksiniz ki, software developer dediyimiz proqramçı, proqram təminatı üzrə mütəxəssislər əgər bir şirkətin küncündə oturmuş hansısa yardımcı proseslərlə məşğul olan şəxslər edirsə, bunlar şirkətlərin mərkəzi hüquqlarını keçə biləcək. Çünki onların fəaliyyətindən şirkətin uğurası olacaq. Çörək dükanından başlayaraq böyük nəhəng qlobal korporasiyalara qədər. Ona görə çox gözəl zamanı software developer olmaq üçün bir məsləhətim var. Əgər bu yola çıxmaq istəyiriksə, çalışın bu universitetdəki olan bazadan istifadə edin. Elmləri, bizim əsas dediyimiz, fundament dediyimiz, riyaziyyatdır, logikadır. Bunlar üzərində möhkəm durun ki, siz gələcəyin gözəl həllərini yerinə yetirə bilərsiniz. Mən Optimax Software şirkətinin rəhbəriyəm dediyiniz kimi. Siz orada bizim website vasitəsilə mənimlə əlaqə tuta bilərsiniz. Suallarınız olsa. İnşallah gələcək tədbirlərdə mən çalışaram. Həm şirkət olaraq, dəstək olaraq biz bunlarla danışarıq. Həm də iştirak edə bilərik. Bura gəlincə inşallah. Və burada mənim 15 il öncə
dünya olimpiyatlarında rəhbərim olan Elnur Seyid'e də iştirak edir. O da böyük holdingin rəhbəridir. İnşallah gələcək seminarlarda o da sizinlə öz fəaliyyəti haqqında gördükləri haqqında paylaşa bilər. Hər kəsə çox təşəkkür edirəm diqqətinizə görə. Gələn yeni iliniz mübarək olsun. Sualları olan varsa isim mənimlə, buyura bilərəm. Onu da deyim ki, mən öyrəşməmişəm Azərbaycan dilində mübahisə oxumağa. Ona görə əgər əyrilik olursa, o görə istəyirəm. Sual olan varsa buyura bilərəm. İsim mənimlə. Buyur şəhər. Xaricdə Azərbaycanlıları fəaliyyət göstərməyi görmək əslində bizim üçün də sevindiricidir. Uğurlar diliyirik fəaliyyətinizdə. Maraqlıdır, sizin şirkət Azərbaycandan hansısa böyük şirkətlərlə işləyir, yoxsa ancaq xarici müştəriləriniz var? Şair idi, Övrəy olmasa. Biz Azərbaycanı bazar olaraq görmürük. Amma biz Azərbaycanda olan gənclərin inkişafında maraqlıyıq. Belə deyək, Azərbaycanın bazar olaraq yox, amma Azərbaycandakı işçi qüvvəsini özünüzə iş olaraq görə bilərsiniz. Mən Azərbaycan olimpiyadadan keçmiş vaxtında gəzdiyimdə burada çox fəaliyyət göstərdiyimdə gənclərin inkişaf etməsində çox maraqlıyım. Mənim əşyaslar olan sıxan məqamlardan biri odur ki, çox gənc burada məsələn oxuyub bitirincə hansı şirkətə gelir və o şirkətdə olan inkişafı durur. Hətta məsələn, böyük Azərbaycanın software şirkətləri olsunmu, yoxsa neft şirkətləri. Orada bazarın da çox bağlı olduğundan yeni texnologiyaların gəlişi olur və yaxud da ki, fərqli texnologiyalar, sintez texnologiyalar üzərində mən çox görmürəm burada işləməsin. Onların inkişafına çox maraqlıyam. Bizim, məsələn, dediyim kimi bir qolumuz finans sektorudur. O bir qolumuz da cloud üzərində HTML5, müasir yeni web deyilən həllər üzərində işləyirik. Yatırımlı, uzun dönəmli, biz mənədir ki, 3 il, 4 il sonra aktual olacaq həllərdir bunlar. Və onlara məsələn biz Azərbaycanlı gənclərimizlə birlik edirik. Və maraqlıyıq doğrudan kiminsə özünə yatırım etmək, öz biliklərini inkişaf etmək maraqlı varsa, bizdə Microsoft.com Careers link barəsində, link vasitəsilə öz haqqında məlumat göndərə bilər. Sizi də məsələn çağırıram, sabahki günə olan həllər yetirir. Və dediyim kimi, biz xaricə bir gələcək forması kimi baxar, aynı olaraq baxa bilərik. Orada olan aktual həlləri burada tətbiq edə bilərik. Yəni, əlbəttə mən məsələn, bəlkə də burada olaraq görmək çox çətindir. Amma siz doğrudan da çox avantajlı zamandasınız. Direkt, məsələn, Android üçün proqram yazırsınızsa, yox da iPhone üçün, siz direkt o bazara öz məhsulunuzu çıxarda bilərsiniz. Aracısız, Amerikada olmadan 15 il əvvəl mən gərək Silikon valizində olmalıydım ki, Kaliforniyada o bir şey eləmək üçün belədir. Amma indi hal-hazırda Azərbaycandan olaraq görə sadəcə keyfiyyət, aktual software həlləri ortaya çıxarmaq olar. Sizin Optimax Software şirkətində nə şirkətmişdir? Optimax Software olaraq sizin şirkətdə hal-hazırda mütəxəssis kimi çalışan Azərbaycanlılar varmı? Bəli. Və əsas bizim strategiyalarımızdan biri də yerli mütəxəssislər yetişdirmək. Onlar sabah bizim ola bilər, bizimlə olmaya bilər. Amma ümumilikdə görürüz ki, məsələn, bir neçə nəfər
çağrışı ilə toplanmış olan bu event hər də maraqlıdır. Bizim vaxtımızda bu qədər tələbə birgə tutmaq çox diqqətli olardı. Ona görə mən organizatorlara öz məqamı bildirəm ki, bu işi görürlər. Çox vacibdir. Sizin bir-birinizlə əlaqədə olmağınız. Bu, həm, məsələn, Apple kimi, Google kimi şirkətlərin özləri də belə bir user qruplardan gəlirlər. Orada fikir mübadiləsi vasitəsilə yeni fikirlər ortaya gəlir, onları ortaya çıxarır və belə bir Facebook özü indi gördüksə hənd olurlar. Fərhad Ələkbərov, bloger. Mənim bir software development şirkəti kimi maraqlıdır ki, siz İngiltərədə öz softlarınızı tətbiq edib bir startup kimi inkişaf edirsiniz, yoxsa hansısa bir şirkətlərə təklif edib onlara software alırdınız və digər böyük şirkətlər yəqin ki, var İngiltərədə, onlar sizə maneə yaratmır mı bu işdə? Hər şirkətin cash flow deyilən problemi olur. Yəni, bir həll ortaya qoymaq üçün onun üzərində işləmək lazımdır. Və o ortaya gələn qədər onu saxlamaq, onun xərclərini ödəmək lazımdır. Və o yüzden bu xaricdən məsələn kredit almaq rahat olduğundan çox şirkət kredit vasitəsilə işə başlayır. Və onu da deyim ki, software şirkətinin qiyməti onun bir tərəfdən developerlarıdır, bir tərəfdən də onun məhsullarıdır. Və o yüzden hər bir software şirkəti çalışmalıdır ki, öz məhsulunu ortaya çıxartsın. Çünki servis vasitəsilə çox şirkət işləyir, yaxud da ki, bir one-off solution olaraq, website olaraq, bespoke solutionlar olaraq. Amma bunlar virtual dünyanın ən gözəl və virtual məhsulların ən gözəl tərəfindən biri olur ki, bir yaz min istifadə prinsipidir. Və biz çalışmalıyıq ki, bundan faydalanaq. Elə bir həllər ortaya qoyaq ki, onu bir dəfə biz yazdığımızda bir neçə və yaxud mass market olaraq istifadə olma bilsə və biz onda uğur əldə etmiş ola bilərik. Başqa sual olan var? Mən bir sualım var. Mən Hackathon Təşkilat Komitəsinin üzvlərindən biriyəm. Belə bir şey, bizim Rüstəm Əliyev yəqin ki tanıyırsınız. Vaxtilə Azərseldə işləyib, Box Azın sahibi. Onun bizə bir link göndərmişdi, bizim işdəki mütəxəssislərdən bəzilərinə. Orada mən gördüm Elastic Inbox, Cloud-Based Mail Solution. Və kodları mən analiz edəndə orada təsadüfən repozitorda kodların içində Optimax software gördüm. Sonra da siz də profilinizdə Optimax software mənə maraq etdi. Bu əlaqə Rüstəmlə bir yerdə işləyirsiniz o proyekt üzərində. Yəni, əgər sekret proyekt deyilsə deyil. Bu, Rüstəmin sizin proyektlərindən biridir. Rüstəm Əliyev, biz onunla hər həftə görüşdürük. Mən onu ona bıraxırım. Biz də bir düz də olsa iştirakımız var orada. İnşallah uğurlu olar. Belə proyektlər barəsində biz məsələn çox böyük bir Elastic Inbox olaraq yox, amma başqa bir üzərində işləyirik. Mən hətta yaxınlarımı onun haqqında danışa bilmirəm, çünki başa düşmürəm. Biz özümüz onu yazaraq dərk edirik. IT dünyasında ən gözəl xüsusiyyətlərdən biridir ki, insanları düşünməyə vadar edir, vizyon tələb edir. Biz hamımız fantastlar kimi, fantasiyasızlar kimi gələcəyi görməyə bacarmalıyıq. Biz bugünü yox, sabahın əldən edirik. Çünki çox sürətlə dəyişən sferadır. Biz bugün sən həll yazsaq, 6 ay sonra aktual olmayacaq. O yüzden biz gələcəyi qarşılamalıyıq ki, uğurlu olur. Və onun üçün də bir vizyon, biz hər halda qumar deyil, amma biz cərəyanların, hadisələrin, inkişafın hansı şəkildə gelməyini görüb,
və o anda, o vaxtda orada olmağımızı təmin etməyə bacarmalıdır. Timing çox vacibdir. Başqa sual olan var mı? Əziz. Əziz Şahüseynov, Azərfoto İnformasiya Agentliyi. Mənə maraqlı olardı ki, siz İngiltərədə fəaliyyət göstərə hansı bazarı yəni məqsəd tutursunuz? İngiltərə bazarını yoxsa elə dünya bazarı? Biz qlobal həllər üzərində işləyirik. Bir neçə il öncə mənim bir başqa şirkət rəhbər olduğum zaman biz onu denedik. Yenə də öz bunların hamısı fərqli biznes modellərdir. Hal-hazırda biz qlobal həllər üzərində işləyirik. Bu bizə çox maraqlıdır. Və o yüzden daha da maraqlıdır. Çünki bir yeri veya bir ölkəni əhatə etmək nisbətən daha saxdır. Amma qlobal hər kəsə maraqlı olacaq bir həll üzərində işləmək daha çox risklidir. Və kiçik software şirkəti olaraq bu bir müəyyən cəsurluq istəyir. Amma yəni cəsur olmayan bu dünyada ileri gedə bilməz. Bu bizdən çox. Sizdən də ona çağırıram. Özünüzə güvənin, özünüzə inanın. Nəsə ortaya qoyun. Bir hansısa sahədə uğurlu olmaq üçün o sahəyə getmək lazımdır. Siz də nəsə ki, alınmasa belə, Android üçün məsələn application görüb yazırsınız. Çox sadə bir şey olsa belə, ortaya gətirir. O sizə oradan harasa götürəcək. Steve Jobs'un dediyi kimi Try Connecting the Dots. Nöqtələri birləşdirməyə öyrənir. Çünki böyük şirkətlərlə çox kiçik bir yerdən başlayırlar. Sadəcə addım-addım, pillə-pillə istiqamət düz bilərək öyrənir. Başqa sual olma yoxdur. Yəni hər kəsə uğurlar. Çox sağ olun. Yeni iliniz mübarək olsun. Çox məmnun.